Əgər Bəhmanın yoxluğu bu dünyada, Azərbaycanda, bu aləmdə hiss edilmirsə, o zaman Bəhmanın varlığı bu aləmə yükdür. Bəzilər var ikən yox, yox ikən də var. Bunlar alimlərdir. Yəni bəzən biz onu vaxtında qədrini bilmirik. Məsələn, Giordano Bruno kimin onu yandırırıq, amma 100 il sonra, 200 il sonra deyirik ki, ay Allah, bu həqiqətən də çox möhtəşəm adam olub. Bəziləri ki, var ikən var, yox ikən də yoxdur. Bu da həyatdaykən 70 il, 80 il nəsə eləyir, amma öldükdən sonra unudulur. Bəziləri var ki, var ikən də var, yox ikən də var. Newton kimin, Tusi kimin. Son anda kimdən bəhs ediriksə, məsələn, mən indi Newton adını çəkdim, demək ki, Newton ölməyib, o yaşayır. Ən son nə zaman ki, ondan bəhs ediriksə, o zaman ölmüş olur. Yəni, ölümü öldürmək istəyirsə, o zaman bu tipli insan olmaqda fayda var. Yəni, toxumu ək, bitməsə torpaq utansın, hədəfə çatmayan nizzə utansın, sən çalış olmazsa aləm utansın, yardıma gəlməyən qələm utansın. Dağları dəlməkdə Fərhad kimi ol, sənə doğru gəlməyən şirin utansın. Yəni, şagirdlərimiz də, tələbələrimiz də Fərhad kimi olub dağları dəlməyə çalışsa, bir gün o şirin də, o şirin elm də, şirin kitablar da bizə doğru gəlməyə başlayacaq.